Rasim, hardasan? Orada nüans nədir? Personajın özü orijinalda elə danışır o formada. İngilis dilindən versiyada məsələn oğlanın adı Andrew'dur. Belə gedir. O da bu formada deyir. Andrew, where are you? Bu səslə danışır. Mən dedim ki, qoy Andrew'nun yerinə Rasim olsun. Qızın adı Megan'dır. Megan oğlan hər dəfə deyir. Dedim Megan da yerinə nəyə uyğun gəlir? Megan, Nigar. Niyəsə belə bir şey qərar verdim yəni. Dedim qoy Nigar olsun. Başladım oradan yola çıxmağa. Səsi də kopyaladım. Burada özümdən qatmamışam. Amma Azərbaycan dilindən biraz fərqli çıxır yəni. Dublaj eləyəcək olsam indi oradan bir səhnə, məsələn, ən çox izlənən kinoteatr səhnəsi var idi. Rasim, hardasan? Rasim, o şeydir. Ya, sevgilimi axtarıram. Rasim. Buydu. Hə, məsələn, ağladığı səhnələr var idi ki, məndən başqa neynəmirdim. O formada burunda ağlaya-ağlaya. O hissədə özümdə çox gülmüşdüm, çünki dublaj eləyəndə daha gülməli alınmışdı orijinalda. Sonra başqa oradan sevdiyim səhnələr, məsələn, şey söhbəti var idi, o ayrılıq söhbətində. Məsələn, orada şış deməlidir əslində, orijinalda şş belə eləyir. Dedim, bu mikrofonda o dərəcədə yaxşı eşidilməyəcək. Mən tam belə eşidilsin deyə şeylərim, dedim, qoy belə olsun yəni. Daha fərqlidir yəni, heç vaxt heç kim yəni deyə bir şey eləməyib də. O da çox qəşəng, yəni yaraşdı ona, həm tərəfə də. Sonra məsələn onun sonluğunda o yenə ağlaya-ağlaya sən məni alçalda bilmərsən, şeydir, istəsən də alçaltmayacaqsan falan. O səsi biraz sıxa-sıxa.